Salam, hər vaxtınız xeyirli olsun dəyərli yoldaşlar. Deməli, biz dövlət qulluğu üzrə qəbula düşmüş belə bir qeyri-aşkar operator sualının izahını vermiş olacağam. Yəni sual biraz maraqlı sualdır. Yəni videonu dayandırıb özünüzdə sualı tapmağa çalışa bilərsiniz. Keçək sualın izahına. Diqqətlə baxsaq burada nə var? 31.9. 31.9. Burada hər hansı bir əlaqə olmalıdır. Bunlar buradakı nəticə bərabər olmalıdır 93.2 nəticəsinə. Sualın qaydası necədir? Burada normalda Dövlət İmtahan Mərkəzi tərəfindən belə ipucular olur. Fikir verin. 2 rəqəmliləri görürsünüz yəqin ki, 9 3-dən böyükdür, 9 7-dən böyükdür, 7 1-dən böyükdür, 9 0-dan böyükdür. Sağ tərəfdən gedir söhbət. Deməli, böyük ehtimal çıxma olacaq. Görürsünüz bu hissədə. 9-dan 3 çıxanda 6 edir. Həmin 6-nı qoyursunuz bura. İndi 6 2, 6 vur 2 də ola bilər, toplama da ola bilər və yaxud 6 üstü 2 də ola bilər. O 2-ni 6-nın qüvvətinə qaldıraraq elə bil ki. Burada da çıxmarıq təbii ki, toplayarıq. 3-dən 1-in cəmi 4 eləyir və 4 9 bir də 9 3 2, yəni 6 2 əlaqəsini gördükdə görürük ki, 4-ü elə 9-a vurmaq lazımdır. 36 eləsin. Bu 2-ni nə etmək lazımdır? 2-nin üstünə qoymaq lazımdır. Yəni 6 üstü 2. Bu da edir 36. Digər deməli hissələrə baxaq. Deməli bunların cəmi 1 ilə 1-in cəmi 2. 2-ni 8-ə vuranda 16 eləyir. Həqiqətən də burada 9-dan 7 çıxanda 2 qalır və 4-ü də 2-nin üstünə qoyanda 2 üstü 4 həqiqətən yenə 16 eləyir. Burada da yoxlayaq. 18 vuraq 2 36. Bunların fərqi 6 eləyir. 6-nın kvadratı yenə 36 eləyir. Və burada baxaq. 2 ilə 1-in cəmi 3 eləyir. 3-ü 3-ə vuranda sol tərəf 9 eləyir. 9-un deməli 0 çıxmalıyıq. 9 və sual işarəsinin yerində elə bir ədəd olmalıdır ki, 9-un qüvvətinə yazdıqda 9 almalıdır. Deməli elə sual işarəsi 1 olmalıdır ki, 9 bərabərdir 9 üstü 1 olsun. Yəni sualımızın doğru cavabı D variantı olmuş olur.